Bir işi həyata keçirəndə, bir işi görəndə söhbət təbii ki, müsbət işlərdən gedir, mənfilərdən hamımızı Allah uzaq eləsin. Bir işi həyata keçirmək istəyəndə çalışın xəyallarınızda, təsəvvürlərinizdə, çalışın deyəndə çalışaq da, hamılıqla çalışaq. Özümüz üçün bir sərhəd tanımayaq. Məsələn, tutalım, alim olmaq istəyirəm, filan qədər oxusam bəsdir. Bu sərhədi onsuz da başqaları bizim üçün düzəldir. Onsuz da başqaları düşünür ki, bu bura qədər öyrənəcək, buradan o tərəfə keçməyəcək, bura qədər uğur qazanacaq, buradan o tərəfə bunun kapasitəsi çatmaz, potensialı yoxdur, bundan artığına getməz. Dəfələrlə tarixdə yox, gedə bilməzsən sözlərinə tuş gələnlər gediblər. Dəfələrlə. Ümumiyyətlə, tarixin ən uğurlu insanları, istər idman sahəsində, istər elm sahəsində, istər fəlsəfə sahəsində, istər elə təqva sahəsində o adamlar olur ki, başqaları deyib ki, bundan bir şey çıxmaz. Bundan bir şey çıxmaz. Onu başqaları onsuz da edir. Sən göylərə uçmaq istəyirsən, biri deyir ki, edə bilməz. Bunu biri deyirsə, sən də onun sözünü təkrar eləmə. Sən özün üçün sərhəd qail olma. Sən özün üçün limit təyin etmə. Sən irəli get. Sən uçuşuna davam et. Daim hədəfə, daim məqsədə doğru yönəl. İki cür baxış var da. Biri var ki, daim gözünü zilləyirsən qaranlığa, deyirsən dünya zülmətdir. Dünya qaranlıqdır. Bir də var, üzünü tutursan günəşə, qaranlıq arxada qalır. İnsan üzünü günəşə tutan kimi kölgə arxada qalır, qaranlıq arxada qalır. Üzümüzü ümid günəşinə doğru tutmalıyıq. Allah bizə o günəşi çox görməsin.